Salamlar hər kəsə. Bu videoda ifa növləri haqqında danışacağıq. Məsəl üçün, bəzi adamlar var bilmir ki, 2 nəfərin oxuduğu ifa necə adlanır, 5 nəfərin oxuduğu ifa necə adlanır, adlanmasını bilmir. Bu haqqda danışacağıq. Nədir? Solonu məncə hər kəs bilir. Solo nədir? Tək ifadır. Yəni bir nəfər tək özü ifa eləyirsə, bu solo ifaya daxil olacaqdır. 2 nəfərin ifası adlanacaq duet. Yəni 2 nəfər eyni vaxtda, yəni bir-birindən əlaqəli şəkildə oxuyursa, bu olacaq duet. 3 nəfərin ifası adlanacaq trio, terset. 4 nəfərin birgə ifası adlanacaq kvartet. 5 nəfərin birgə ifası adlanacaq kvintet. 6 nəfərin birgə ifası adlanacaq sektet. 7 nəfər septet. Və 8 nəfər oktet. 9 nəfər nonet. Və 10 nəfər adlanacaq desmet. Bu 10 nəfərin birgə ifası və 1-dən 10-a qədər olan ifaların adlanması idi.